Salam dostlar, bugün sahura Peyğəmbər Əfəndimizin ən çox sevdiyi yeməklərdən biri sahinəni hazırlayacağıq. Hazırlanması üçün lazım olan bizə organik qaymaq firmamızın çörək yağı, bal, üçüncü təzməsi, üzərinə qoz və üçüncü toxumunu əlavə edəcəyik. İndi isə bunun hazırlanmasına başlayaq. Əvvəlcə çörək yağından əlavə edirik. Sonra üçüncü təzməmiz tahin. Zövqə görə bunu əlavə edə bilirik. Zövqə görə kim nə qədər istəsə qata bilər. Daha sonra bal əlavə edirik. Və bunu yaxşı qarışdıracağıq. Qarışdıran. Bu formada qarışdırandan sonra bunu boş qaba əlavə edib sunum edirik. Üzərinə də qozla üçüncü əlavə edəcəyik. Və bu formada oldu. Çox gözəl dadı var. Və üzərinə də üçüncütümüzü əlavə edirik. Bu formada qeyd edim ki, çox tutumludur. Səhər sahurlarda yeyə bilərsiniz. Və üzərinə də qozlardan bölünmüş olsun. Əsl saharda tutumlu bir qida, faydalı və tutumlu.